Hər kəs salamlayıram. Dostlar, burada görürsünüz də iki şəklin fərqini və bu vəziyyətə çatmaq üçün bax yenə təkrar edirəm ki, bəzən birinci dediyim kimi su çıxır, sonra şişkinlik gedir, tez bir yığılan yağlar var ki, onlar gedir. Amma hal-hazırdakı bu vəziyyət var ha, bu sonda olan yağlar. O ərəfələrdə dediyim kimi makarondur, lavaşdır, sonra axşamlar çalışın mal əti yeməyin və bir də ki, axşamlar 8-dən sonra, 6-dan sonra çalışın, yəni meyvəyə də üstünlük verməyin. Çünki istər-istəməz fruktoza çevirir qlikozaya. Yəni bax o vəziyyətdə siz özünüzü saxlayın. Həmin ərəfədə insanlar bəzən bax gəlir, yaxşı gəlir 15 gün, 20 gün, 2 ay, 3 ay. Həmin o vəziyyətdə həvəsdən düşür, çəki getmir. O ərəfədə sən bir həftə sən idman eləyəcəksən, yürüyüş eləyəcəksən, bir də görəcəksən ki, tərəzidə heç bir fərq yoxdur, heç 200 qram nədir ki, getmir. Çünki siz neçə, o yağ neçə ilin yağıdır. Orada şirniyyatdır, fast fooddur və s. və s. Bax, bunlar preslənib qalır. Onun üçün də həvəsdən düşmür. Amma bir müddətdən sonra, yəni ona fikir verməyəndə görəcəksiniz, yox, çəki tezdən gedir. Və bir müddət gedəndən sonra yenə başlayacaq stop verməyə, yenə dayanacaq. Yenə hərəkət eləyəcəksən, yeməyə fikir verəcəksən, yenə düşməyəcək. Sonra yenidən bax, proses belə gedir. Amma sən ilk ərəfələrdə sən yarım kilo gün ərzində çəki salırdın, sən düşünmə ki, həmişə belə olacaq. Dediyim kimi onlar sudur, yəni şişkinlikdir və s. Yəni bunlar. Bir daha söyləyirəm ki, yəni mən dediyimi, yəni çalışın nəzarət edin, sağlamlığınızı qoruyun. Hər kəsə uğurlar.